Salam əziz izləyicilər. Bu günlərin Biləcərdə 6-cı döngədə Almarketdən 100 metr məsafədə yerləşən həyət evimiz çıxıb satışa. Və həyət evimizin, yəni mən sizə əvvəlcədən tanış edeyim, həyət evimizdə tam et döşənir. Yəni hal-hazırda təmir gedir. Evimiz 7 daş hündürlükdə tikilmiş, kəmər atılmış. Evin yan tərəfinə giriş var. Yenə eyni qaydada sol tərəfdən, sağ tərəfdən giriş var. Evimizin fasad üzü rəhlənəcək, tamet vurulacaq, su, işıq, qaz, kommunal hamısı yerində qoyulacaqdır. Evimizin girdin dəhliz hissəsində yenə deyirəm, ümumi evdə təmir getdiyi üçün hal-hazırda ustalarımız işləyir. Dəhliz hissəsindən keçdin sol tərəfdə evimizin mətbəxi yerləşir. Mətbəxin kafeli, aboyu hamısı vurulacaq. Evimizin dəhlizdən keçdiyiniz sağ tərəfdə evimizin qonaq otağı yerləşir. Evimizin sol tərəfində uşaqlar üçün detski otaq yerləşir. Uşaq otağı. Evimizin bir otağı burada yerləşir, baş tərəfdə. Evimizin bir otağı, yenə burada bir otaq. Evimiz yenə deyirəm, pol şirfovka olunacaq, laklanacaq. Evimizə kombi radiatorlar qurulacaqdır. Evimizin pəncərəsinin yan tərəflərdən havalanması tam şəkildə, rahat şəkildədir. Yəni bəzi evlər var ki, evin yan tərəfinə yaxın tikildiyi üçün havalanma çox zəif olduğu üçün evdə nəmlik falan bir şeylər olur. Yəni bu evdə belə şeylər yoxdur. Evimizin sanuzeli, kafel, metlab, avadanlıqlar hamısı yığılacaq. Evimizin qiyməti haqqında maraqlanmaq istəyənlər inşallah səhifəmizdə yerləşən nömrə ilə əlaqə saxlasın. Bu haqda sizə məlumat veriləcək. Evimizin həyəti yenə deyirəm, 2-3 maşınlıq həyəti var. Allah alana da xeyir versin, satana da. Təşəkkür ederim. Salam əziz izləyicilər. Bu günlərin Biləcərdə 6-cı döngədə Almarketdən 100 metr məsafədə yerləşən həyət evimiz çıxıb satışa. Və həyət evimizin, yəni mən sizə əvvəlcədən tanış edeyim, həyət evimizdə tam et döşənir. Yəni hal-hazırda təmir gedir. Evimiz 7 daş hündürlükdə tikilmiş, kəmər atılmış. Evin yan tərəfinə giriş var. Yenə eyni qaydada sol tərəfdən, sağ tərəfdən giriş var. Evimizin fasad üzü rəhlənəcək, tamet vurulacaq. Su, işıq, qaz, kommunal hamısı yerində qoyulacaqdır.